Çok qəddar zamanda yaşayırıq. Çox qəddar zamanda yaşayırıq. Çox ağır dövrdə yaşayırıq. Elə bir dövrdə yaşayırıq ki, yaxşılara pis deyirlər, zalimlar zülmünü aşkar ediblər. Bir daha dünyaya gəlsən, nə edərsən desələr, mən bu dünyaya bir də gəlmək istəmərəm deyərdim. Ağlamayaq, neyniyək biz şəhid ailələri. Çünki gövdəmizdən can ayrılıb, qiyamət qopub başımıza. Hər şeyi ən inci detalına qədər düşünürəm. Sonra öz düşüncələrimi detallarında boğuluram. Biz şəhid ailələrinə rəhm et. Ya Rəbbim, hər şey sənin üzərindəndir.